Hindistanın məşhur aktyorlarından biri olan Rajesh Xanna haqqında bu gün danışmaq istəyirik. O 1942-ci ildə Pəncab şəhərində anadan olub. Ailəsi dəmir yolu müqavilələri ilə məşğul idi və Mumbaya köçmüşdü. Uşaq vaxtından teatr və dramla maraqlanırdı. Məktəb və kollec yarışmalarında mükafatlar qazanırdı. 1965-ci ildə United Producers və Filmfare tərəfindən keçirilən All India Talent Contest-də 10 mindən çox iştirakçı arasından qalib gəlib. Rajesh 70-ci illərdə tanınmağa başladı. Onun məşhur filmlərindən biri olan Fillər mənim dostumdur filmi onu Bollywoodda çox tanındırdı. Və bu filmdən sonra azarkeşlər ona məktublar yazır, hətta öz qanları ilə imzalayırdılar. Şəxsi həyatına gəldikdə isə, aktrisa Dimple Kapadia ilə 73-cü ildə evlənir və 82-ci ildə onlar ayrılıblar. Bu evlilikdən qızları Twinkle Xanna, Rinke Xanna dünyaya gəlmişdir. O 3 dəfə Filmfare ən yaxşı aktyor mükafatını qazanmışdır. Rajesh Xanna 2012-ci ildə uzun sürən xərçəng xəstəliyindən vəfat edir.